Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Tədbir işsiz və iş axtaran şəxslərin məşğulluğunun təminatı, habelə yuxarı kurslarda təhsil alan tələbələrin, əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunların əmək bazarına çıxışının dəstəklənməsi məqsədi daşıyıb. Yarmarkada bu kimi aktiv məşğulluq tədbirlərinin keçirilməsinin işsiz və iş axtaran şəxslərin məşğulluğunun təminatında əhəmiyyəti, həmçinin gənclərin əmək bazarına inteqrasiyasında, onların ixtisaslarına uyğun vakansiyalara əlçatanlığının təmin edilməsində mühüm önəm kəsb etdiyi vurğulanıb. Yarmarkada 90 işə götürən tərəfindən 822 vakansiya təqdim edilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb. Azərbaycan Dəmir Yollarının İşə Qəbulu Şöbəsinin mütəxəssisi. Bugün Azərbaycan Dəmir Yolları olaraq həm dəmir yolu ixtisaslı, eyni zamanda mütəxəssis və digər kateqoriya vakansiyalar üzrə namizəd axtarışlarını davam etdiririk. Sərgiyə namizədlərin iştirakı və onların iştirakları daha çoxdur, belə deyə bilərəm sizə. Müxtəlif vakansiyalarımız var və biz onları işlə təmin etmək üçün çalışırıq ki, onları işlə təmin edək, CV-lər götürülür. Bu şəkildə uyğundur vakansiyalar üzrə. Namizədlərin maraqları kifayət qədər yüksək maraq var, müraciətlər kifayət qədərdir. Həm CV-lər təqdim olunur, eyni zamanda sayt üzərindən müraciətləri qəbul edirik bu şəkildə. Şirkətimiz premium daşınmaz əmlakın idarə edilməsi sahəsində aparıcı şirkətlərdən biridir. Hal-hazırda aktiv vakansiyalarımız texniki sahə üzrə var, mühafizə sahəsi üzrə var, istismar xidmətləri üzrə var. Bu sahələr üzrə vakansiyalarımız var. Yarmarkada iştirak səviyyəsi yəni gördüyünüz kimi aktivdir. Bir çox şəxslər yaxınlaşır, vakansiyalara müraciət edirlər və bu kimi yarmarkalarda bizim iştirak eləməyimiz təbii ki, bizim şirkətimiz üçün böyük üstünlükdür. İşçi yəni qüvvəsinin tapılması sahəsində bizə çox dəstək olur. CV-lərimi verdim, bir çox şirkətlərlə, yəni nümayəndələri ilə danışdım. Özüm proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə yəni müraciət elədim. Yəni belə. Ümumiyyətlə bu cür yarmarkaları keçməsi burada 90-a yaxın işə götürən var. Aha, yəni çox yaxşıdır, çox əla. Yəni mən burada elə məlumatlar əldə etdim ki, yəni evdə oturaraq və yaxud da mən bunları əldə edə bilməzdim. Yəni çox xoşuma gəldi. Yəni belə çox olsa belə yarmarkalar yaxşı olar. Yarmarka işi mənə qane elədi. Bəli, bir çox iş var. Hər bir kəsin işi avand olsun ilk növbədə. Burada satıcı işi, mühafizəçi işi, ambardar işi, barmen işi, bir çox işlərlə maraqlandım. Əslində qane elədi. Çünki belə ünvanlara bir-bir gedəncə, elə bir dəfəlik bura gəlirsən, müraciət edirsən, məncə gözəl bir şeydir, yəni qane elədi.